Son dövrlərdə pambıq yığımı ilə bağlı sahibkarlarla apardığımız müzakirələr bu strateji məhsulun gələcəyi haqqında çox şey söyləyir. Əvvəllər ağ qızıl adlandırılan pambıq vaxt keçdikcə müasir texnologiyaların və yığım üsullarının təsiri ilə bir çox dəyişikliklərə uğrayıb. Bugünkü gündə pambıq yığımı işinə yanaşmaqda ciddi bir dönüş yaşanmışdır. Bu məhsulun yığımı üçün artıq yalnız kombaynlar və avtomatlaşdırılmış sistemlərə üstünlük verilir ki, bu da insanların bu sahəyə olan marağını azaldıb. Sahibkarlarımızın fikirləri bu cür dəyişikliklərin arxa planında yatan səbəbləri aydınlaşdırır. Onlar pambığın yığımı prosesi ilə bağlı yaşanan çətinlikləri və xərcləri minimuma indirmək üçün müasir texnologiyalara yönəlir. Kombaynların istifadəsi pambıq yığma işini sürətləndirərək istehsalçıların əməyini daha səmərəli şəkildə yönəltməyə imkan tanıyır. Ancaq kombaynların istifadəsi işçi qüvvəsinin azaldılması anlamına gəlir. Kənd yerlərində pambıq yığımında çalışan insanların sayı azalır. Bu da işsizlik probleminin yaranmasına yol açır. Xüsusilə kənd təsərrüfatı işçiləri üçün alternativ iş imkanlarının olmaması bu vəziyyəti daha da çətinləşdirir. Kombaynların pambıq yığımı sayəsindəki üstünlükləri danılmazdır. Lakin onların istifadəsi sosial və iqtisadi problemlər də özü ilə gətirir. Bu səbəbdən fermerlər texnologiyanın inkişafını müsbət qarşılayarkən, eyni zamanda işsizliyin aradan qaldırılması üçün tədbirlər görməlidir. Yeni iş imkanları yaratmaq, əməkçilərin yeni bacarıqları qazanmasına kömək etmək bu məsələlərin həlinə yönəlmiş önəmli addımlardır. Beləliklə, kombaynların pambıq yığımında istifadəsi müasir kənd təsərrüfatının bir hissəsi olaraq həm faydaları, həm də çətinlikləri ilə ön plana çıxır. Kombaynların pambıq yığımında rolunu müzakirə etdik. İndi isə sahibkarların fikirlərini dinləyək. Çox sağ olsun, dövlət yüksək dəyər verir bizim kimi fermerlərə. İndi müəyyən qədər büdrəmə olur, o da məsələdə olmalıdır. Amma öz cibimizdən də qəşəng qarşılaya bilirik. Allah kömək olsun. Allah da dərmanlamadan hamısını vaxt-vaxtına. Nə qədər işçi? Xəbər təqdimatında İlham Müzəffəroğlu, səsləndirmədə Aygün Qərib qızı, Ağcabədi.